Səs. Dünya sanki daxili səsini susturmaq üçün səs edir. Hər tərəf işıqla, səslə, hərəkətlə doludur. Amma içimiz getdikcə daha səssiz, daha da boş olur. Biz səs-küy yaradaraq əsl səssizliyi udmaq istəyirik. Çünki səssizlikdə özümüzün həqiqi sualları ilə qarşılaşmalı olacaq. Səssizlik həqiqətdir. Səs isə xaos. Hər kəs bir-birini təkrarlayır. Lakin heç kim əsl rol oynamır. Ruhun künclərində toz basmış sirlər yatır. Beynin dalğaları isə lazımsız informasiya ilə boğulur. Bu, idrakin içdən parçalanmasıdır. Sanki mövcudluğumuz sadəcə bu boşluğu doldurmaq cəhdidir. Boşluğu ki, əslində dolmamalıdır. Onu dinləmək gərəkdir. Biz həyatımızı xırda fraqmentlərə həsr edirik. Amma bütövlükdə heçliyə doğru irəliləyirik. Sonda isə səssizliyə çevrilən insanın özü olur. Bu dünyaya qalan isə xaos.